Günahını etiraf edən insanın halı. Mən demirəm ki, günahsızam, xeyr. Mənim də günahlarım çoxdur. Bəzən səhv etmişəm, bəzən nəfsimə uymuşam. Amma insan səhv edibsə, bu o demək deyil ki, onun yaşamağa və düzəlməyə haqqı yoxdur. İnsan səhv edə bilər, lakin ən böyük fəzilət səhvini anlayıb onu etiraf etməsidir. Ey Rəbbim, mən günahkaram və bunu etiraf edirəm. Səndən gizlədəcək heç nə yoxdur. Qəlbimdə olanı sən bilirsən. Fikrim açıqdır, mən günahımı anlayıram və bağışlanmaq istəyirəm. Mən heç vaxt günahlarla yüklənmək istəməzdim, lakin insanın qarşısına şeytan çıxır. O insanı aldatmaq üçün müxtəlif yollar göstərir. Bəzən nəfs də insanı zəif salır. Elə olur ki, insan öz nəfsinin ardınca gedir və sonda anlayır ki, öz əli ilə həyatını çətinliyə salıb. Bəzən nəfs insanın evini dağıdar, qəlbini sıxar və onu peşmançılığa aparar. O zaman insan öz halını ağlayar, etdiyi səhvləri xatırlayar və göz yaşları tökər. Çox vaxt insan tək qalanda vicdanı ilə üz-üzə qalar və o zaman etdiyi səhvlərin ağırlığını daha çox hiss edər. Lakin ümid qapısı heç vaxt bağlanmır, çünki Allah bağışlayan və mərhəmətlidir. Günahını anlayan, peşman olan və düzəlmək istəyən insan üçün tövbə qapısı açıqdır. Əsl güc günah etməmək deyil, günahdan sonra Allaha qayıda bilməkdir. Əsas məsələ təkcə tövbə etmək deyil, əsas məsələ edilən tövbədə sabit qalmaqdır. Bu sabitliyi qorumağın yolu isə insanın daim Allaha üz tutması və ondan yardım diləməsidir. Ey Rəbbimiz, qəlblərimizi sənə itaətdə sabit et. Tövbəmizi qəbul et, nəfsimizə və şeytanın vəsvəsəsinə qarşı bizə güc ver. Qəlblərimizi haqq üzərində möhkəm et. Şübhəsiz ki, sən bağışlayan və mərhəmətlisən.